Bilərsiniz ki, niyə 4 il öncə qərar verdin, amma indi həyata keçirdin? Çünki doğrudan da İngiltərə biraz vaxt tələb edən bir yerdir. Bu Oxfordda oxumaq və s. Bilirsiniz, bu qədər müddət işdən gücdən uzaq qalmaq, vizanı planlamaq, maddi, mənəvi hər baxımdan biraz səbir tələb edən, planlama tələb edən bir şeydir. Və mən də addım planlayaraq, axır ki, bu ilə nəsib oldu, bu xəyalımı belə deyib həyata keçirdim. Və əslində sevinirəm, yaxşı ki, bu il alındı. Çünki bu müddət ərzində mən teacher treyninqlərə başladım və tədris sistemimizdəki boşluqları gördüm. Əlavə olaraq təcrübəm daha artdı və bu mənə kömək elədi ki, artıq zəif tərəflərimizi bildim və burada sırf zəif tərəflərimizi öyrənib, belə deyim, onun üzərində artıq işlədim. Yəni, nələr bizdə çatmırsa, o şeyləri götürüb ölkəmə gətirməyə bacarıram, belə deyim. Bunun üçün də təbii ki, təcrübə çox önəmli bir кейsdir. Proqrama istənilən ingilis müəllimi qatıla bilər. Application form var, onu doldurursunuz, təcrübəniz haqqında və s. müəyyən suallara cavab verirsiniz. Daha sonra IELTS 7 tələbi var, IELTS sertifikatınızı yüklüyorsunuz. Qəbul aldığınız təqdirdə ödənişi eləyib, daha sonra viza prosesinə başlaya bilərsiniz. İngiltərə vizası biraz çətin verilən vizadır, 5-6 ay öncədən hazırlaşmanızı tövsiyə edirəm və hətta proqramın ödənişini etməmişdən öncə mütləq bir viza mütəxəssisi ilə məsləhətləşməlisiniz ki, sizə viza verilə bilərmi və s. Çünki viza almadığınız təqdirdə proqram ödənişi sizə geri qaytarmır. Proqramın özü ilə bağlı, daha doğrusu ayrıca bir videoda çəkəcəm, geniş danışacağım. Sadəcə bu videonu ona görə çəkdim ki, tələbələr çox soruşur ki, biz gələ bilərikmi, edə bilərikmi və s. Önəmli olan, təbii ki, disiplin, çalışma önəmlidir, amma çox çalışmaq və çox inanmaq. Bunları paraleldə aparmaq lazımdır. O vizyona sahib olmaq ki, mən həqiqətən də gedə bilərəm, bunu eləyə bilərəm. Özünü bu yüksək məqamda olan, belə deyim, təhsil institutuna layiq görmək çox önəmli bir məqamdır, düşünürəm. Belə ümid edirəm ki, sizin üçün müəyyən qədər faydalı olar, motivasiya olar bu video. Növbəti videolarda proqram haqqında daha detallı danışacağım, çünki görürəm video çox uzun olur belə. Good luck, see ya!